Salam əziz kanal izləyicilərimiz, bugün yeni bir mənzilimiz satışa. Mənzilimiz yerləşir Xırdalan şəhərinin mərkəzində, 14 mərtəbəli binanın 14-cü mərtəbəsində. Hal-hazırda sizə çəkilib mənzilin podyezini göstərdim. Yəni mənzilə girişdə belə bir şəkil yerləşdirilib, aksesuarlar qoyulub. Çox zövqlə təmir olunmuş evdir. İndi keçək evin otaqları ilə sizi tanış edim. Bura mənzilimizin dəhlizidir. Gördüyünüz kimi yetərincə geniş dəhlizi var və zövqlə təmir olunmuş evdir. Bir daha qeyd edeyim. Təmirinə bahalı materiallardan istifadə olunub. Belə bir dəhlizi var. Evimiz 3 otaqdan ibarətdir. Keçək evin otaqları ilə sizi tanış edim. Bura mənzilimizin qonaq otağıdır və bir daha qeyd etdiyim kimi görürsünüz ki, ev necə də zövqlə təmir olunub. Lift qapıya kimi qalxır, üstü betondur. Sənət kupçadır. Bura evimizin qonaq otağı. Qonaq otağında belə bir komod yerləşdirilib. Bura evimizin balkonudur və balkondan da mətbəxə girişdir. Qeyd etdiyim kimi evimiz 3 otaqdan ibarətdir. 14 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir. Sənət kupçadır. Keçək mənzilin yataq otağına. Bura mənzilimizin yataq otağıdır. Mənzilimizin ümumi sahəsi 113 kvadrat metrdir. Bina yaşayışlı binadır. Bütün kommunallar mövcuddur, işlək vəziyyətdədir və yerləşmə yeri Xırdalan şəhərinin mərkəzindədir. Keçək digər ikinci yataq otağımıza. Göründüyü kimi ev çox zövqlə təmir olunmuş evdir. Bütün materiallar hamısı bahalıdır. Keyfiyyətli təmir olunmuş evdir. Qeyd edeyim ki, sanitar qovşağı ayrı-ayrılıqdadır və əlavə olaraq evdə belə bir kladovkada yerləşdirilir. Yəni artıq əşyaları qoymaq üçün kladovkada yerləşdirilir. Belə bir dəhlizidir və gördüyünüz kimi dəhlizdə də belə şəkillər yerləşdirilib. Yəni yüksək zövqlə təmir olunmuş evdə qeyd etdiyim kimi sanitar qovşağı ayrılıqdadır. Bir daha qeyd edeyim, mənzilimiz yerləşir Xırdalan şəhərinin mərkəzində 14 mərtəbəli binanın 14-cü mərtəbəsində. Ümumi sahəsi 113 kvadrat metrdir və